Bəzən həyatın içində insanların elə davranışları ilə qarşılaşırıq ki, onları başa düşə bilmirik. İllərlə eyni yerdə fırlanan, irəli getməyən, həmişə eyni səhvləri təkrarlayan insanların psixologiyası bizə maraqlı gəlir. Niyə? Çünki biz bilirik ki, insan dəyişməyə, öyrənməyə və böyüməyə proqramlanıb. Amma çox vaxt məsələ sadədir. Bəziləri həyat boyu özləri ilə savaşmaq, daxili çatışmazlıqlarını düzəltmək əvəzinə özlərini aldatmağın rahat yolunu seçirlər. Bu sadəcə xarakter məsələsi deyil, bu inkişafı, uğuru və xoşbəxtliyi azaldan zəhərli bir düşüncə tərzidir. Bunun nəticəsində də inkişaf gecikir, karyera imkanları bağlanır, münasibətlər pozulur, ən əsası isə şəxsiyyət eyni yerdə ilişib qalır. Bugün haqqında danışacağımız əlamətlər əslində heç kimi axmaq adam kimi etiketləmək məqsədi daşımır. Məqsəd hər birimizin içində zaman-zaman üzə çıxan, bizə zərər verən köhnəlmiş davranışları, zehni maneələri tanımaq və onları dəyişməkdir. Çünki həqiqi ağıllı insan səhvini görüb düzəldə biləndir. Axmaqlıq isə bu davranışların içində ilişib qalmaq, gerçəklikdən qaçmaqdır. Bu əlamətləri tanımaq səni daha güclü, daha ayıq və daha uğurlu edəcək. Çünki şəxsi inkişaf özünü tanımaqdan və özünə qarşı dürüst olmaqdan başlayır. 1. Daim haqlı olma ehtiyacı. Daim haqlı olmağa çalışan insanlar əslində öz güvənsizliklərinə sığınırlar. Onlar səhv etdiklərini qəbul etsələr, sanki dəyərsiz görünəcəklərini, qüsurlu olduqlarını düşünürlər. Bu, psixologiyada mən səhv edə bilmərəm sindromu ilə oxşardır. Onlar üçün səhv etmək şəxsiyyət pozğunluğu, intellektual kapitulyasiya deməkdir. Buna görə də hər hansı bir müzakirə dərhal şəxsi mübarizəyə çevrilir. Gündəlik həyatdan nümunə: bir iş görüşündə rəhbəriniz layihədə etdiyiniz bir səhvi, məsələn, rəqəmsal hesablama xətasını qeyd edir. Ağıllı insan doğrudur, diqqətdən qaçıb, növbəti dəfə avtomatik yoxlama sistemi quracam deyər. Lakin haqlı olmağa ehtiyac duyan şəxs, xeyr, bu mənim günahım deyil, məlumatı vaxtında vermədilər və ya mənim hissəm düzdür, problem başqa yerdədir kimi bəhanələr gətirəcək. Onlar geri bildirimi inkişaf üçün bir hədiyyə kimi yox, şəxsi hücum kimi qəbul edirlər. Nəticə, onlar heç vaxt o səhvi düzəltmək üçün yeni sistem qurmayacaq və eyni problem təkrar ortaya çıxacaq. Bu düşüncə tərzi insanı kiçildir, çünki həqiqi güc haqlı olmaqda yox, öyrənməkdədir. Bəs ağıllı insanın ilk xüsusiyyəti nədir? Haqlı olduğunu sübut etməyə yox, gerçəyi anlamağa çalışması. Əgər sən də bəzən son sözü demək üçün özünü məcbur edirsənsə, dayan, soruş özündən: haqlı olmaq istəyirəm, yoxsa daha yaxşı, daha uğurlu biri olmaq? Bu sual həyatı dəyişdirir. Hər dəfə haqlı çıxmağa çalışma, nəfəs al, dinlə və qəbul et ki, bəzən yanlış ola bilərsən. Bu zəiflik deyil, bu intellektual yetkinliyin böyük üstünlüyüdür. 2. Hər şeyə görə başqalarını günahlandırmaq. Bəziləri ömür boyu bir cümlədən əl çəkmir. Mənlik deyil. Bu məsuliyyətdən qaçmağın ən asan və ən zəhərli yoludur. İş alınmır, iqtisadiyyat, müdir və ya komanda günahkardır. Münasibət pozulur, qarşı tərəf, onların ailəsi və ya taley günahkardır. Həyat dəyişmir. Yenə başqaları, bəxtsizlik, vəziyyət. Təsəvvür edin, bir şəxs hər səhər işə gecikir. Rəhbəri ona xəbərdarlıq edəndə o deyir: "Nə edim, avtobuslar həmişə gecikir." Ya da saatı düzgün zəng çalmayıb. O heç vaxt özünün 15 dəqiqə tez qalxması və ya avtobus cədvəlini dəyişməsi barədə düşünmür. O, vəziyyətin qurbanı rolunu qəbul edir. Başqalarını günahlandırmaq qısa müddətli rahatlıq təmin edir. Çünki problem sənin deyil, sistemindir. Halbuki güclü insanlar həmişə deyir: "Nəticə mənimdir, deməli həll yolu mənim düzəlişimdir." Bu cümlə kiçik görünür, amma bütün həyatı dəyişdirir. Çünki məsuliyyəti qəbul edən insan artıq güclüdür, artıq oyunun içindədir, artıq öz taleyinin sükanı ondadır. Unutma, günahkar axtaranlar bəhanə qazanır, məsuliyyət alanlar isə nəticə. Məsuliyyət sahibi olmaq inkişafın birinci pilləsidir. 3. Dinləməkdən çox danışmaq. Hər şeyin cavabını verən insanlar var. Hələ sualı bitirməmisən, artıq danışırlar. Öz hekayələrini, öz fikirlərini, öz iddialarını irəli sürürlər. Bu ünsiyyətdən çox sadəcə öz səslərini eşitmək ehtiyacıdır. Amma belə insanlar çox şeyi qaçırır. Çünki danışdığın zaman bildiklərini təkrarlayırsan, dinlədiyin zaman isə yenilik qazanırsan. Məsələn, bir neçə dost bir araya gəlib ciddi bir problemlə bağlı müzakirə aparır.
danışmağı dinləməkdən çox sevən şəxs hər kəsin fikrini kəsir, özünün illər əvvəl oxuduğu bir kitabı və ya şəxsi uğur hekayəsini danışmağa başlayır. O, qrupdakı yoldaşların yeni bazar trendləri ilə bağlı dəyərli məlumatını tamamilə eşitməkdən imtina edir. Nəticədə qrup ən yaxşı həlli tapmaq əvəzinə onun monoloquna qulaq asmaqla vaxt itirir. Məqsəd qarşı tərəfi susturmaq yox, anlamaqdır. Çünki dinləyə bilən insanlar daha müdrik olurlar, daha güclü dostluqlar qururlar, daha sağlam münasibətlər yaradırlar və ən əsası, daha məlumatlı qərarlar verirlər. Özünü dəyişdirmək istəyirsənsə, bir gün sadəcə sına, az danış, çox dinlə. Söhbətdəki pauzanı doldurmağa çalışma. Bu, sənə düşündüyündən daha çox qapı açacaq. 4. Öyrənməkdən imtina. Bəzi insanlar deyir, mən belə adamam, mən bu yaşdan sonra dəyişmərəm. Bu cümlə çox zərərli bir təlqindir. Çünki insan daş deyil, dəyişə bilər. Amma bəziləri dəyişməyə əvəzinə rahatlığı və vərdişi seçir. Həyat isə rahatlıqdan doğulmur, inkişafdan doğur. Məsələn, yaşlı bir mühasib illərdir köhnə, kağız əsaslı mühasibatlıq sistemi ilə işləyir. Şirkət yeni, avtomatlaşdırılmış proqrama keçməyə qərar verir. Mühasib isə, mən bu yeni proqramı öyrənməyəcəm, köhnə sistem daha etibarlıdır deyir. O, bu hərəkəti ilə faktiki olaraq özünü işdən çıxarılma riskinə atır. Çünki bazarda köhnə biliklərə ehtiyac yoxdur. Çətinlikdən qaçan hər kəs eyni yerdə ilişib qalır. Bir kitab oxumağı çox görmək, yeni bacarıq öyrənməmək, yeni fikirlərə qapalı olmaq, bütün bunlar insanı tükəndirir. Halbuki, öyrənən insana nə olur? Hər gün bir addım irəli gedir, hər gün əvvəlkindən daha ağıllı olur, hər gün daha çox fürsət görməyə başlayır. Öyrənmək heç vaxt gec deyil, istər 10 yaşında, istər 30, istər 60. Ağıllı insanlar daim sual verir. Bugün dünəndən daha çox nə bildim? Onlar açıq düşüncə tərzinin gücünü bilirlər. 5. Dolu olmayan özünə inam. Ən təhlükəli insan tipi biliksiz özünə inamı olan insandır. Psixologiyada bu adətən Dunning-Kruger effekti ilə izah edilir. Bu cür insanlar özlərini hər sahədə mütəxəssis kimi göstərir, amma dərinliyə inəndə bir şey olmadığı ortaya çıxır. Onların problemi nədir? Özlərini olduğundan böyük göstərmək. Onlar o qədər az bilirlər ki, nə qədər az bildiklərinin fərqində belə olmurlar. Məsələn, sosial mediada hər hansı bir siyasi və ya elmi müzakirəni izləyin. Ən az məlumatlı, ən az araşdırma aparan şəxslər ən yüksək səslə, ən qətiyyətlə və ən kobud şəkildə danışacaqlar. Onların cəsarəti biliyindən yox, cəhalətindən irəli gəlir. Halbuki güclü, həqiqətən bilikli insanlar nə edir? Bilgisini artırır, təvazökar davranır və özünü sübut etməyə çalışmır. Çünki öz dəyərini bilir. Unutma, həqiqi özünə inam səs-küy salmır, sakitdir, amma gücü çoxdur. Özünə inamın mənbəyi biliklə, təcrübə ilə, real əmək ilə qurulur. O zaman heç kim onu sarsıda bilmir. 6. Başqalarını çox tez mühakimə etmək. Bəziləri bir insanı 10 saniyəyə, onun geyiminə, danışığına və ya avtomobilinə görə qiymətləndirir. Bir jest, bir baxış, bir cümlə və dərhal hökm verirlər. Bu davranış empatiyanın yoxluğudur. Məsələn, metroda ağlayan bir uşaq görürsüz. Tez mühakimə edən şəxs dərhal valideyni laqeyd, pis və ya məsuliyyətsiz adlandıracaq. Lakin həqiqət budur ki, bəlkə də uşaq diabet xəstəsidir və ya qan şəkəri düşüb, ya da ailə üzvünü təzə itirib. İnsanları tez mühakimə edənlər özlərini yüksəltdiklərini düşünür, əslində isə özlərini kiçildirlər. Çünki müdriklik hökm verməklə deyil, anlamaqladır. Hər insanın bir hekayəsi var və heç kim görünən qədər sadə deyil. Bir dəfə tələskən mühakiməni saxla və özündən soruş. Bəlkə də onun yaşadıkları mənim bilmədiyim qədər ağırdır. Bu cümlə insanı daha anlayışlı, daha sakit, daha müdrik edir. Başqalarının motivasiyalarını və şərtlərini dərindən anlamaq bacarığı həm sosial, həm də iş münasibətlərində uğurun əsasını təşkil edir. Sonda, ağıllı olmaq istedadda yox, seçimdədir. Bəs bütün bunları bilmək bizə nə verir? Bu əlamətlərin heç biri başqalarını tanımaq üçün deyil, onlar özümüzü tanımaq üçün, özümüzdəki inkişaf əngəllərini aşkarlamaq üçündür. Çünki hər birimiz bəzən haqlı olmağa çalışırıq, bəzən günahı başqasına atırıq, bəzən dinləmirik, bəzən öyrənməkdən qaçırıq, bəzən özümüzü olduğumuzdan çox göstəririk, bəzən insanları tez mühakimə edirik.
bu normaldır. Problem bu deyil. Problem bu davranışlara alışmaq, onları həyatımızın normalı etməkdir. Dəyişməyə qətiyyən cəhd etməməkdir. Ağıllı insan olmaq mükəmməl olmaq deyil. Ağıllı insan olmaq dəyişməyi, uyğunlaşmağı və hər gün biraz daha yaxşı olmağı bacarmaqdır. Əgər bu əlamətlərdən hansınısa özündə gördünsə, bu pis deyil. Bu inkişaf üçün sizin daxili siqnalınızdır. Çünki dəyişmə istəyi artıq sənin içində var deməkdir. Bu gün özün üçün kiçik bir qərar ver. Mən daha yaxşı versiyamı olmaq üçün aktiv addım atırammı? Haqlı çıxmağa yox, öyrənməyə çalış. Günahkar axtarmağa yox, məsuliyyət almağa çalış. Dinləməyə, anlamağa, dərinləşməyə çalış. Yeni fikirlərə, yeni bilgilərə, yeni imkanlara açıq ol. Özünü boş inamla deyil, real zəhmətlə yüksəlt. İnsanları tez mühakimə etmə. Bu səni daha müdrik və daha dərin edir. Həyatını dəyişmək üçün böyük və köklü dəyişikliyə ehtiyac yoxdur. Bəzən tək bir kiçik dəyişiklik bütün yolu işıqlandıra bilir. Unutma, ağıllı insan olmaq istedadda deyil, seçimdədir. Bu seçimi bugün et və sabah fərqi görəcəksən.